O ki qaldım mənə, mən birisi doğrudan orada da yazmışam mən kitabımda. Kitabım Allah qoysa 5-10 günə çıxmalıdır. Adı nə olacaq? Adı olur Mirzə Şəfi Vazeh, Yozmalar və Faktlar. Yəni mən orada həm Mirzə Şəfin həyat və yaradıcılığını işıqlandırıram, həm onun o Bolu Universitet tərəfindən verilmiş bütün şeirlərini öz tərcüməmdə verirəm. Hərfi tərcüməsi, mən indi şahid deyiləm. Bəzən görsən alınır, bəzən alınmır. Ondan savayı, ondan sonra həm Bolu Universitet haqqında Alman ədəbiyyatında, Alman şünaslığında olan mənbələr, qaynaqları araşdırıram və ortalığa çox yeni, maraqlı məsələlər qoyuram. O cümlədən də ilk dəfə olaraq Mirzə Şəfi şünaslıqda mənim erməni faktorlarını orada açıb göstərməyə çalışıram. Mənim ixtisasım ədəbiyyat deyil, mən dilçiyəm. Ona görə bilirsiniz, indi bəlkə də fikirləşirəm, özümdə götür qoy edirəm ki, bəlkə mən o vaxtı Almaniyada olanda mən 3-4 dəfə təqaüd almışam, grant almışam, Almaniyada olmuşam. O cümlədən 1 il Berlin Universitetində, Humboldt Universitetində oxumuşam. İlk fürsətdəcə bu məsələnin dalınca düşəcəyəm və o arşivə girib orada mütləq eşələnəcəm. Nəsə axtarıb tapmağa çalışacağam. Siz bilirsiniz yəni. Bəli. Amma o sətri tərcümə eləmisiniz, onun özü də böyük. Hə, indi bilirsiniz sətri... Heç olmasa ondan bir şeylərin... Sətri tərcüməni Akif müəllim də eləyib. İndi mən də öz yozumumda, məsələn... Fərq nədir məsələn? Çox ciddi fərqlər olur. Məsələn, mən istəsəniz burada bir şeir oxuya bilərəm. Akif müəllim tərcümə edib. Məhəbbətin əzabı belimi əydi. Kimdən ötürü? Soruşma. Mənə ayrılığın zəhərini verdi. Kimin əli ilə? Soruşma. Mən tərcümə eləmişəm. Məni eşqin dərdi sındırdı. Amma soruşma ki, kimin eşqidir. Mənə ayrılığın zəhərini verdi. Amma soruşma ki, onu kim verdi. Yəni, mən çalışmışam ki, forma gözəlliyini yox, əsas o məzmunun incəliyini, onun sirrini açıb göstərim. Təxminən burada 160-200-ə qədər şeirdir. Bir Mirzə mənə üst tutub dedi. Mirzə Şəfi, sən şahın necə qiymətləndirirsən? Doğrudanmı o anadan gəlmə müdrikdir? Doğrudanmı onun baxışı da qulaqları kimi böyükdür? Mirzə Şəfi dedi, o da sizin kimi ağıllıdır. Sizin sahibi olduğunuza sahibdir. O bilir ki, xalq kar və kördur və bu nadanlıqdan o istifadə edir. Gəncəli ustadın izinə düşmüsünüz. 215 yaşlı Mirzə Şəfi Vazehin. O Mirzə Şəfinin ki, adı Avropanın uzaq məmləkətlərində sayğı və heyrətlə anılır. Nəğmələri neçə-neçə xalqın dilində gəzir. Cismi qonşu dövlətin məzarlığında uyuyur. Amma ruhu öz doğma vətənindən, öz doğma illərindən nigarandır. Nədən və niyə suallarını Mirzə Şəfi irsinin araşdırıcısı Professor Fəxrəddin Veysəli cavablayır. Biz ömrümüz boyu Alman xalqının professor böyük olub Bolu Universitetə minnətdar olmalıyıq. Çünki itkin şairimizi özümüzə qaytarıb. Bu birisi ədalət naminə olunmalıdır. Yəni orada bir yerdə deyir ki, bütün o səhnələrin təsviri, dərslərin prosesi orada geniş şəkildə şərh olunur. Deyir ki, Mirzə Şəfi heç zaman yazmağı xoşlamazdı. Əlinə qələm almaz. Bizdən bədahətən təbii gəlirdi, şeiri deyirdi. Bunun böyüklüyü onda olub ki, oturub həmin andaca o şeiri yazıb Almanca çevirib. Və ondan sonra üzərində işləyib onu ötürüb gedib Almaniyada çap elətdirdi. Amma yenə deyirəm, onun deməli Mirzə Şəfi irsindən adlı belə bir kitab var. Sonradan nəğmələrdən təxminən 20 il sonra çap olunub. Orada yazır ki, bayaq dediyim o fikrə gəlirəm ki, Mirzə Şəfi deyilən adamın bu şeirlərin Almanca dünyaya gəlməsində heç bir xidmət olmur. Bunların Almanca yaranışı yalnız və yalnız mənə minnətdar olmalıdır. İndi mən bizim ədəbiyyatçılarımıza sual verirəm. Yəni bu oğurluqdurmu? Yəni bu adam doğrudanmı Almancanı özü eşidib Azərbaycanca, özü də Almanca yazıb, Almanca tərtib edib, nəşr elətdirib, Alman ədəbiyyatında belə fikirlər dolaşır ki, Bolu Universitetin ömrünün axırına yaxın həyatı çox ağır olub, nəşriyyatlara borcu olub. Həmin o nəşriyyat da, o Mirzə Şəfi irsindən kitabını buraxan nəşriyyat da, naşir özü buna deyib ki, nə Mirzə Şəfi? Gəl belə deyək də, elan eləyək ki, bütün bu şeirlərin hamısı səninkidir. Bəlkə bundan sonra sənin kitabınız nüfuzu artsın. Nə oldu? Alman oxucular daha da küçdü, daha da uzaqlaşdı. Bir Alman ədəbiyyatçısı yazır ki, bayaqdan bütün Almaniyada şeir sevənlərin kitabxanasında, rəfində Mirzə Şəfi nəğmələri ayrıca durursa, bu etrafdan sonra birdən-birə bütün nəğmələrdən kitablar yox oldu. Bütövlükdə həmin nəğmələrə maraq söndü. Sevgim sənə aydın olmasa, dərdini, qəmini gülüşlə dağı. Çün dolsun gərək boşluqlar, mənim bu məğrur rəyimlə. Soruşursan, düşünürəm, yaxtarıram. Başqa birisini sevmək üçün mən, çün belə yazılıb talih kitabım. Əvvəldən mənimki belə gətirib.
Sən indi visala ümidlisənmi? Uzun bir yol keçib gələndən sonra indi əlindədir. Götür necə var, mənim bu yazı könlümü var. Başqa yerdə sən axtarma. Götür, sev məni, sevə bildikcə. Çün belə yazılıb tali kitabım. Əvvəldən mənimki, belə gətirib. Gəncəli ustadın izinə düşmüsüz. 215 yaşlı Mirzə Şəfi Vazehin. O Mirzə Şəfinin ki, adı Avropanın uzaq məmləkətlərində sayğı və heyrətlə anılır. Nəğmələri neçə-neçə xalqın dilində gəzir. Cismi qonşu dövlətin məzarlığında uyuyur, amma ruhu öz doğma vətənindən, öz doğma illərindən nigarandır. Nədən və niyə suallarını Mirzə Şəfi irsinin araşdırıcısı professor Fəxrəddin Veysəli cavablayır. Fəxrəddin müəllim, daha nələr məlumdur ölümünlə bağlı Mirzə Şəfinin? Onun ölümünlə bağlı qısaca. Bodinştet yazır ki, mən fürsəti əldən verdim, şairin həyatı və yaradıcılığı haqqında incəlikləri öyrənə bilmədim. Onun özündən öyrənə bilmədim. O təəssüfünü bildirir. Amma Montaigne sonradan yazır ki, bu ölümündən sonra xanımı müraciət edir pensiya almaq üçün. Əvvəl ona yox cavab verirlər. Məmurlar, o dövrün məmurları. Sonradan qonşuların köməyi ilə Mirzə Şəfinin təqaüdünü onun xanımına verirlər. Amma geniş şəkildə məsələ deyim, bizim yazarların, bizim ədəbiyyatçıların yazdığından əlavə bir şey əlavə eləmək çox çətindir. Çünki burada da məsələ çox qaranlıqdır. Həddindən artıq qaranlıqdır. Burada Yeni Kolopov var. O getmişdi Tiflisdə, çox araşdırmalar aparmışdı və onun Tiflis həyatını geniş şəkildə verməyə çalışmışdı. Hətta onun dərslik müəllif olması da özünə yer tapıb. Amma hardadır o dərslik indiyə qədər? Yəni bu adam bilirsiniz... İlk dərslik olub. İlk dərslik olub, bəli. Bir neçə il işlənib, mən də... Bəli, və o barədə fikirlər var. Çirləyevskinin dərsliyinə qədər Mirzə Şəfinin olub. Və söylənilirdi ki, kimsə bu dərsliyi hazırlayıb çap edəcək, yenidən xalqa çatdıracaq. O da alınmadı. Ona görə Alman Nementsal deyir ki, bizim Bodinştetdə nifrətdən çox gərək sevgimiz olsun. Çünki o olmasaydı nə edərdik? Çox sağ olun, mən təşəkkür edirəm. Buyurun xanım. Gəncəli Ustad Radio dastanı bitdi. 215 yaşlı Azərbaycan şairi Mirzə Şəfi Vazehin izinə düşmüşdük. Mən aparıcı Sevda İsmayıllı, verilişin səs bəzəkçisi Turqut Məmmədli və prodüser Zeynal Məmmədli sizinlə düz bir həftədən sonra görüşəcəyik. Sağ olun, azadlığın izindən çıxmayın. Müəllimim hafizdir, qibləm İsa Mey. Mən sevirəm yaxşı insanları, bir də ruh verən içkiləri. Odur ki, meyxanələrini vurğunuyam. Və siz mənə müdrik deyirsiniz. Mən gələndə siz deyirsiniz, müdrik gəldi. Mən gedəndə siz deyirsiniz, müdrik getdi. Mən olmayanda siz deyirsiniz, hanı bəs müdrik? Mən sizin yanında olan siz vurursunuz müdrik kimi qədəhləri qədəhlərə. Həqiqi müdrik axtarır ki, o haqqı tapsın. Cavankən qoca olmaz, qoca ikən cavan. Sucht der echte Weise, dass das Rechte finde. Jung wird nicht zum Greise, alt wird nicht zum Kinde. Bizim qalay